Çin istehsalı Toyota yoksa ondan daha üstün Dongfeng? Huge daha üst segmenttir. Ortada bir Toyota faktör. Kıymetleri eyni olsa da farkları büyüktür. Her ikisi qiymət olarak eynidir. Sen hansını alardın? Segment olarak üst olan Dongfeng, segment olarak aşağı ama tanıdığım marka Toyota. İzle ve karar ver. Sən artıq bilirsən hansı sənə uyğundur. 37-38 min manata sıfır SUV nə avtomobil almaq olar? Təbii ki, biz Çin markalarına üst tutmalıyıq. Amma mən araşdırdım ki, Çində istehsal olunsa da tanıdığımız başqa bir marka da var. Bəli, söhbət Toyota'dan gedir. Toyota Frontlander və Dongfeng Huge. Hər ikisi qiymət olaraq eynidir. Bəs hansını alaq? Tanıdığımız Toyota'nı yoxsa yenicə tanış olduğumuz Dongfeng'i? Mən Marat Namazov, Start-Stop verilişinin start düyməsini sıxıram. Huge'un at gücü 245, Frontlander'da ise 171'dir. Huge'un fırlanma anı 540 Nm, Frontlander'da ise 205 Nm'dir. 660 litr Huge'un bagaj həcmi, 427 litr ise Frontlander'ın bagaj həcmidir. Uzunluğu 4720 mm Huge, 4485 mm ise Frontlander'dadır. Avtomobilin eni 1910 mm, Huge'da 1825 mm ise Frontlander'dadır. Avtomobilin hündürlüğü 1702 mm, Huge'da 1620 mm ise Frontlander'dadır. Çəki 1697 kg, Huge 1960 kg ise Frontlander'dadır. Huge ortalama 5,8 litr yanacaq işlədir. Frontlander ise 4,5 litr. Avtomobillərin ölçülərindən anlayırsınız ki, bu avtomobillər eyni segment deyirlər. Təbii ki, Huge daha üst segmentdir. Amma ortada bir Toyota faktoru var. Hansı ki, biz bu avtomobili yəni illərdir ki sürürük və bizim sınaqlarımızdan hər zaman alına açıq çıxıb. Qiymətlər təxminən eynidir. 37.900 manatdır. Dongfeng Azərbaycanda bu avtomobil 5 il və ya 150 min kilometrdə zəmanət verirlər. Bu avtomobili isə bizə Abu Dhabi Cars nömrə 1 avtosalonu təqdim edib. Elə təxminən o qiymətə də bax bu avtomobildir. İndi mən sürücüyəm və qalmışam iki daşın arasında. Segment olaraq üst olan Dongfeng yoxsa segment olaraq aşağı amma tanıdığım marka Toyota. Bax bu verilişin yaranma səbəbi budur. Qiymətlər eynidir, tanıdığım markadır, amma bu marka, yəni Dongfeng mənə daha çox üstünlüklər vəd edir. Segment olaraq da çox böyükdür. Ona görə də bax bu mübahisəyə bugün verilişin sonuna qədər baxsanız, öz beyninizdə son qoyacaqsınız. Siz biləcəksiniz ki, Dongfeng almalısınız, yoxsa Toyota almalısınız. Kimlər üçündür bu avtomobil? Texniki hissələr, detallar, hər bir şeyi bu günləri verilişin sonuna qədər sizin üçün analiz eləyəcəm. Qarşınızda qlobalda adı Toyota Corolla Cross olan, amma Çində istehsal edildiyi üçün Toyota Frontlander adlanan qəşəng bir avtomobil durub. Mən gəlim 37.900 manata Huge alım, yoxsa tanıdığım, bildiyim Frontlander alım. Amma bunların hər ikisi də Çin istehsalıdır. Ona görə də bu verilişdə biz bütün bunları analiz edəcəyik. Biləcəksiniz bu nədir, o nədir, qərar qəbul edəcəksiniz verilişin sonunda. Deməli, avtomobilin xrustal işləmələrdən ibarət qəşəng bir dənə farası var və
Burada lupalı LED işıqlar var. Yəni yaxın və uzaq vuran işıqlar və gündüz fənərləri var. Radiator barmaqlıqları gördüyünüz kimi qəşəngdir, yaxşıdır. Və əsas məsələlərdən biri burada bu avtomobilin hibrid olduğunu göstərən element. Metal işləmələr və Frontlander yazısı. Ənənəvi qapı tutacaqları. Açarsız daxil olma var avtomobildə. Qapı yox, o qədər də yüngül deyil. Yəni keçən dəfə biz Toyota Corolla çəkmişdik, Çin avtomobili. Yəni onun detalından daha bərkdir bunun detalı. Qapıda kifayət qədər ağırlığa sahibdir. Güzgülərimiz qatlanır təbii olaraq qəza işıqlarımızda yerində və bu avtomobilin həm təkər üzərində, həm qapı altlığında və güzgünün də altında qara işləmələr məhz qırmızı rəngin üzərinə daha çox gözəllik qatır. Qara qırmızı və ya qarada qırmızı və belə bir deyim də var bizdə. Qəşəngdir, həqiqətən də. Rəng olaraq çox bəyəndim. Avtomobilin arxası, burada belə bir qeyri-adi bir şey yoxdur, amma egzoz çıxışı demək olar ki, gizlədiblər bamperin altında. Və burada iki işıq qaytarıcımız var, yəni bunlar duman fənərləri deyillər. Və sizə deyim ki, bu işıq qaytarıcılarının yerinə duman fənərləri qoyanda dövlət yol polisi saxlayır. Belə bir məsələ də var, çünki qanuna ziddir, avtomobilin konstruksiya dəyişikliyi sayılır əslində bəlkə də bu ona görə. Və burada bizim LED stop faralarımız var. Nə oldu? Yoxdur. Elektron qalxmır. Niyə? Niyə də xeyir ola? Qardaş, nə vaxta qədər adınızı satacaqsınız da? Yəni niyə? Verin də buna da, bu düymə verin, özü açılsın, özü bağlansın. Axı dövran o deyil. Yəni bu belə olmamalıdır da. Bu qiymətə, bu komplektasiya niyə? Mən niyə indiki dönəmdə aldığım 0-1 avtomobil, ələxsus da belə bir gözəl marka və mən qaldırmalıyam özüm bagajı? Xeyr ola. Bu artıq olmalıdır da, bu multifunksiyonallıq artıq bu avtomobildə olmalıdır. Olmazsa olmazı olmalıdır artıq. Təbii ki, 92. Yəni bu avtomobildə rahatlıqla 92 yanacağı istifadə edə bilərsiniz. Avtomobili bizə Abu Dhabi Cars nömrə 1 avtosalonu təqdim edib. Avtomobil 0 kilometrdir. Təptəzə Frontlanderdir. Sahibinə qismət. Və keçirik avtomobilin interyerinə. Görək bizə orada Toyota nə hazırlayıb. Zövqlü, səliqəli, kompakt və monitordan ibarət hər ikisi, həm alətlər paneli elektrondur, həm də burada belə bir bizim monitorumuz var. Kondisioner sistemini siz buradan manual da idarə edə bilərsiniz, monitordan da idarə etmək mümkündür. Hansı ki, hibrid sisteminin iş prinsipini də buradan idarə edə bilirik. Apple CarPlay'imiz var, əsas məsələ burada. Kondisioneri həm manual, həm də birbaşa monitordan da idarə edə bilərsiniz. Cruise kontrol, klimat kontrol, sürüş rejimləri hər birini sükandan idarə etmək olur və alətlər paneli də monitordur, yəni rəqəmsaldır. Burada bizim nəyimiz var? Start-stop düyməsi, təbii ki. Type-C çıxışımız var burada, bu hissədə. Burada EV mod rejimi var, yəni hansı ki siz bu rejimə çevirərək elektrik mühərriki ilə avtomobili qısa məsafələrdə idarə edə bilərsiniz, amma müəyyən olunmuş sürət limitinə qədər, o sürət limitini aşandan sonra avtomatik daxilyanma mühərriki qoşulur, işə düşür. Burada YPS-i söndürə bilərsiniz, sürüş rejimləri var burada və auto hold, əleyləci, ECVT sürətlər qutusunun
Başlığı sadə, çox sadə bir başlıqdır. Çox balaca bir dirsək atlığı. Yəni bu sandıqla qız ərə vermək olmaz, ay nənə. Bura nə qoyacaqsan? 12 voltluq bir çıxış var burada. Stakan qablarımız eko dəri, yəni təmiz dəridən söhbət getmir burada. Eko dəridən gedir, amma kifayət qədər keyfiyyətli dəriyə bənzəyir. Lükumuz var, axıra qədər açılmasa da, amma bu şəkildə lükumuz var. Deməli, burada düymələr əl məsafəsindədir, çox rahatlıqla və sağ-sol güzgülər qatlanır və bundan əlavə onları idarə etmək üçün burada bir balaca səliqəli bir joystick də var. Deməli, yanacaq çəninin düyməsi buradadır, işıqlar burada yerləşir. Və salam. İndi hər iki oturacaq düymə ilə, yəni belə avtomatik idarə olunur. Mən ayaqlarımı məsafəyə uyğun tənzimliyim və keçim avtomobilin arxasına. Mənim üçün normaldır. Burada yəqin ki, bəli, sükanı da manual idarə etmək olur. Bu şəkildə. Mənim üçün belə daha rahatdır. Belə, əladır. Belə rahatam. İndi isə keçirəm avtomobilin arxa salonuna. Görək orada nə qədər rahat hiss eləyəcəm özümü. Oydu. Əslində o qədər də geniş deyil diz məsafəsi. Amma dar da deyil də, yəni ayağım belə ilişmir. Düşünürəm ki, boyu hündür olan sərnişinlər bu avtomobildə biraz narahatlıq yaşaya bilərlər. Onlar qarşıda otursalar daha yaxşı olar. Çünki diz məsafəsi o qədər də çox deyil. Amma orta panel də var. Görüm orta panel olsa da oturmaq olurmu yoxsa yox. Yox, elə mən boyda olan adam otura bilər. Rahat deyəm, pis deyil elə də. Daha ayaqlarım qalxmır da yuxarı. Yaxşıdır. Frontlander'in arxa salonu belə. Necədir, məncə siz artıq təqdimatdan başa düşdünüz. Görək axırı nə olur. Dongfeng Azərbaycana təşəkkürümü bildirirəm. Çünki biz bu avtomobili Toyota ilə müqayisə etməliydik. Və onlar dedilər ki, buyurun, aparın, müqayisə edin. Biz istənilən avtomobil markasının, yəni segment oxşarlığı, uyğunluğu olarsa, qarşısına çıxmağa hazırıq və öndəyik. İndi görək nə qədər öndədirlər onlar bizim tanıdığımız Toyota markasından. Öncə başlamaq istəyirəm avtomobilin qəribə, futuristik dizayna malik olan ön hissəsindən. Burada gündüz fənərləri var. Buradan başlayır deməli. Düz logonun altı ilə avtomobilin önündən axıra qədər. Bu gündüz yanan fənərlərdir. Burada bir bu aerosu burada gizlədiblər. Şüşənin altında. Gözəl görsənir gecə vaxtı və axında əməlli başlı seçilir avtomobil. Burada bizim 540 dərəcəlik kameranın ön kamerası yerləşib radiator barmaqlarının düz ortasında. Distroniki burada nömrə atdığının altında gizlədiblər. Səliqəli bir şəkildə. Avtomobildə LED Matrix fənərlər var. Yaxın və uzaq vuran fənərlər. Bu da çox gözəldir. Bu suala da doğru cavab verənə Dongfeng kiçik bir hədiyyə verəcək. Sual belədir. Çox sadə sual verəcəm ki, qalibləri seçməkdə çətinlik çəkim. Modelin adı Hüc modelidir. Nə deməkdir? Vəssalam, sualımız budur və Start Stop YouTube kanalına bu verilişin ya anons ya da verilişin özünün altında şərhlərdə qeyd eləyin və random vasitəsilə bir nəfər qalib gələcək və mən ona
Dongfengdən gözəl bir hədiyyə verəcəm. Avtomobilin üzərində ölçü olaraq 19-luq, amma marka kifayət qədər keyfiyyətli markadır, Pirelli markasıdır. Disklərin qara olması, təkər üstü bu hissənin qara olması. Avtomobilin çox belə maraqlı bir rəngi var. Amma çox istəyərdim ki, ənənəvi qapı dəstəyi yox. Burada belə bir aerodinamik gizlənmiş bir qapı dəstəyi olsun. Artıq onları öyrəşmişik və çox qəşəng görsənirlər. Belə uzanan və avtomobilin arxa kuzovunu qucaqlayan LED stop fənərlər. Belə bir şəkildə. Avtomobilin ölçüləri təbii ki, müqayisə etdiyimiz avtomobildən iridir, segment də fərqlidir. Açarla yaxınlaşacağım avtomobilin arxasına və burada belə bir proyeksiya var. Ailus yazılıb burada və proyeksiyanın üzərinə ayağımı qoyacağım. Bax, bunu deyirdim bayaqları Toyota'nı çəkəndə. Görürsünüz. Burada bizi nə gözləyir? Burada o bizim köhnə sürücü qaqalarımız var. Hansılar ki, o avtomobilə basavik falan var burada. Çin qoyub bunu. Burada qışqırır ki, nə işin var, gör, qutar, bağla məni. Burada batereya sistemi yerləşib. 3 bucağımız var. Təkər doldurmaq üçün avadanlığımız var. Təkər açmaq üçün avadanlığımız var və Çinlilərin hamısının demək olar avtomobillərinə qoyduğu təkər doldurmaq üçün belə bir avadanlıq var. Və proyeksiya ilə də bağlaya bilərəm. Düymə ilə də təbii ki. Vəssalam. Amma əgər mənim orada geriyə qayıtmaq və əlimi uzatmaq, yəni bədən cisimlərimin hər hansısa bir hissəsini görərsə, qolumu, əlimi, ayağımı avtomatik dayanacaq, yəni yarımçıq qalacaq, məni basmayacaq, yəni hiss edəcək məni. Keçək avtomobilin yan hissəsinə. Burada bizim açarsız daxil olma var. Açıq rənglər, panoramik axıra qədər açılan dam. Çox qəşəng. Bol boyda maşın və bütöv açılan lük, panoramik dam. Həqiqətən də gözəldir. Sükanı tənzimləyirəm. Biraz da önə gətirim, rahat olsun mənim üçün. Bu da var bu avtomobildə və qarşımda açılan sanki özümü həqiqətən təyyarə pilotu kimi hiss elədim. Biraz sükanında bu rənglər elədi ki, təyyarə sükanına bənzəyir və qarşımda da istər alətlər panelində olan bolca informasiyalar, istər burada böyük bir multimedia monitor və kondisioner sistemi, hansı ki bu da touchscreen'dir, yəni düymə deyil, bildiyimiz o düymədən deyil və klimat kontrol 4 zolaqlı klimat kontroldur. Burada monitorda bizim nələrimiz var? Mən istəyərdim başlayaq alətlər panelində. Alətlər panelində bizim drive rejimlərimiz var. Buradan görə bilirik. Hardan dəyişirik. Buradan sport vuran kimi dərhal daxiliyama mühərrik işə düşdü və öz o gücünü göstərməyə çalışdı. 1.5 turbo mühərrik. Eko rejim var. Normal var və smart sport var. Aha. Eko, normal, sport. Yəni bunu sizə izah eləməyə heç ehtiyac yoxdur. Daha sonra pillələr qutusunun rejimlərini göstərir, sürəti göstərir, deməli yanacağın miqdarını göstərir və
Cruise kontrol və klimat kontrol. Buradan bizim sürüş rejimlərini də dəyişə bilirsiniz. Zolağa nəzarət, hər bir şeyi buradan idarə etmək olur. Və bu hissədə də biz deməli multimedianı idarə edə bilirik və əlavə informasiyaları bax bu düymə ilə alətlər panelində müxtəlif informasiyaları dəyişib görə bilirik. Burada bizim 7 pilləli DCT sürətlər qutusu başlığımız var, avto hold var, ələyləci var, simsiz şarj hissəsi var, yəni telefonlarınızı rahatlıqla qoya bilərsiniz bura və avtomatik olaraq enerji yığacaq. Burada çox səliqəli şəkildə 2 stakanın üzərini bağlayıblar, stakan yerlərinin və çox gözəl görsənir. Burada bizi çox böyük, iri bir dirsək altlığı nənəmin sandığı gözləyir. Bu sandıqla 2 qız ərə vermək olar, ay nənə. Və burada digər Dongfeng modellərində olduğu kimi kondisionerin soyuq havası da vurur. Yəni soyuq içkiləri, qidaları burada sərin saxlaya bilərsiniz. Dəri çox keyfiyyətlidir və nappa dəridir. Və burada olan işləmələr və gecə vaxtı ambiyans işıqlar müxtəlif dizaynlarda həqiqətən çox gözəl görsənir. Bu avtomobildə səs sistemindən danışmaq istəyirəm. Burada adını görəndə uzun müddət gülmüşdüm. Camo. Bir mahnı var, o yadıma düşmüşdü. Səs sistemi çox gözəldir, idealdır. Hətta arxada da o basın kalonkasını sizə göstərdim, gördünüz. Və avtomobildə düymələr əl məsafəsindədir, çox rahat və bu avtomobil yeganə avtomobildir ki, ilk dəfə mən bu avtomobilin sağ oturacağında oturacağam. Niyə? Onu görəcəksiniz irəliləyən dəqiqələrdə. Çox geniş bir cib var burada. Ümumiyyətlə, orta panel çox gözəl istifadə edir Dongfeng və hətta burada da belə bir yer saxlayır ki, sən orta paneldən tam olaraq məhsuldar istifadə edə biləsən. Bu avtomobildən uzaqlaşanda avtomobil avtomatik olaraq qapıları bağlayır və bir düymə ilə siz istər pəncərələri, istər lüku, avtomobildə hər şeyi bir düymə ilə bağlayıb gedə bilərsiniz. Bir də bir proqram var, mən araşdıranda gördüm və o proqramdan siz avtomobilin istədiyiniz formada idarə edə bilirsiniz. Hətta parkinqdə edə bilirsiniz avtomobili müəyyən hissəyə. Kondisioner sistemini həm buradan idarə edə bilirsiniz, həm monitordan idarə edə bilirsiniz. Start, stop düyməmiz var bizim burada. Məncə sağ oturacağa keçim, oranı göstərim sizə və elə ayağımı da sükana uyğun tənzimləyim ki, arxa oturacağında, arxa salonunda sizə rahatlığını göstərim. Əyləşmişəm Hucun sağ oturacağında. Burada Dongfeng sizin sevgililəriniz və həyat yoldaşlarınız üçün əvəz olunmaz bir komfort yaradıb. Komfort nədən ibarətdir? Oturacağı verirəm arxaya. Uzun bir səyahətə gedirik. Oturacağı verdim arxaya və burada belə bir düymə var. Oturacaqları biraz da arxaya verim ki, rahat olsun. Ayağımı çox çəkdi və salam. İstər bu şəkildə, bu şəkildə, bilmirəm kamera mənə göstərə bilir yoxsa yox. İstər bu şəkildə, çox gözəl və panoramik dam, çox qəşəng deyil, əladır. Və istəmirəm ayaqlarımı uzatmaq. İstəyirəm ki, burada qaldırmışam, İstəyirəm ki, belə bu şəkildə burada belə əyləşmək. Bu da belə çox rahat. Yəni, mən şəxsən istədim ki, bu avtomobillə çıxım səyahət edeyim. Özdə yaxşı, orada əyləşərəm. Eybi yox.
Hə, yəni burada əyləşib gedəcək insan da çox qəşəng istirahət edəcək. Əsl ailə və səyahət avtomobilidir Dongfeng Huge. İstədim ki, bu orta dirsək atlığını açım, amma düşünürəm ki, bu avtomobil tam yeni avtomobildir, sürülməyib avtomobil. İndi ilk dəfə mən bir 200-300 metr sürüb test edəcəm. Sahibi özü bunu açar, bu paketləri özü çıxardar və mən bunu korlamaq istəmirəm, ona görə də bunu göstərmək istəmirəm sizə. Burada çox rahat belə başlıqlar var. Mənə təyyarədə əyləşdiyim o başlıqları xatırlatdı. Çox rahatdır. Üstəlik açıq rəng və göy rəngin birgə vəhdəti salonu çox geniş göstərir ki, həqiqətən də genişdir. Burada bizim bir USB çıxışımız var və 4 zolaqlı klimatın çıxışları var və uşaqların kreslolarını yerləşdirmək üçün hissə də qoyublar və burada balaca bir pəncərə də var. Niyə qoyulub onu tuta bilmədim. Və salam. Burada isə bizim bir dənə pişalkamız var və kolonkamız var. Həqiqətən də istər detallar, istər plastiklər, nappa dəri, hər biri premium keyfiyyətdədir. Və bu avtomobilin özünü yeni tanısaq da, avtomobilin üzərində olan təkər markasını illərdir tanıyırıq Pirellini. Və o marka artıq bu avtomobilin premium segmentə xitab etmək istədiyinin göstəricisidir. Usta rubrikasında mən çox istəyərdim ki, yeni avtomobillərlə də bağlı bir nəfəri dəvət edim və o hər iki avtomobil haqqında məlumat versin. Təəssüflər olsun ki, mən bu verilişi də çəkəndə, bundan öncəki K3 və Toyota Corolla çəkəndə 2025 20-yə yaxın ustaya müraciət etdim ki, bu haqda məlumatlarınız varsa, zəhmət olmasa gəlin, hər iki avtomobil barəsində sürücülərə məlumat verək. Təəssüflər olsun ki, bu avtomobillər çox yeni olduğuna görə onlar bildirdilər ki, biz televiziya qarşısında, kamera qarşısında bu barədə danışa bilmərik, çünki məlumatsızıq. Mən o avtomobillərin rəsmi servizlərindən usta dəvət edə bilərəm, amma bu ədalətli olmayacaq. Başa düşürsünüz? Mən Dongfengdən, servizdən bu avtomobili hər xırdalığına qədər sizə izah edəcək, bəlkə onlarla usta dəvət edə bilərəm bura. Amma mən istəmirəm ki, servis ustası gəlsin bura, rəsmi servisin ustası və bizim tamaşaçı sual işarələri ilə o informasiyalara baxsın ki, görəsən bu ədalətli danışır yoxsa yox. Çünki o servisin əməkdaşıdır. Burada verilişin əvvəlindən dediyim kimi, lap birinci verilişimizdən yalnız və yalnız ədalətli müqayisə ola bilər. İkinci məsələ ola bilməz. Bəli, Dongfengi Dongfeng Azərbaycan təqdim edib. Burada nömrələrini və ünvanlarını da qeyd edirəm. Amma onlar belə bizim formata uyaraq, bizim formatla razılaşaraq o avtomobili bizə veriblər. Siz incəliyin, hansı məqamları xoşunuza gəlmirsə bildirin, hansı məqamlar xoşunuza gəlirsə bildirsəniz şad olarıq. Bax, hər iki avtomobilin servizlərindən bura usta dəvət etmək olardı. Amma mən bunu istəmirəm, bizim format da bunun əleyhinədir. Ona görə də bu informasiyaların hamısını özüm dəqiqliyinə qədər öyrənib, bir günümü buna həsr edib, sizin qarşınızda bu məlumatları verirəm. Hər iki avtomobil hibrid mühərrikdir. Amma Toyota Corolla Cross qlobalda belədir adı, amma Çin buna Toyota Frontlander deyib istehsal edir və bu avtomobil də Çin istehsalıdır. Mühərriki adətən Yaponlar özləri istehsal edirlər, elə sürətlər qutusunu da həmçinin. Mühərrikində olacaq problemi sizə deyim, Toyota'nın əsas dərdi, bəlası artıq 100-150 min kilometr sürmüş sürücülər var.
forumlarda da izlədim, artıq yağ yandırmağa başlayıb. Yəni sürücü dilində desək, bizim dilimizdə desək, yağ yeyir artıq. Problemlərindən biri budur. Zəncirdən ibarətdir, zəncirlə idarə olunur zamanlama. Burada da nədir? Əgər siz mühərrikin tələbinə uyğun 0.16 və keyfiyyətli mühərrik yağından istifadə etməsəniz, tez bir zamanda zəncir uzana bilər və bu da mühərrikin dağılmasına qədər gətirib çıxarır. Amma belə normal istifadə etsəniz, 80-120 min kilometr zəncirin verdiyi bir yürüş məsafəsi var. Sürətlər qutusu, SUV sürətlər qutusudur. Toyota'nın istifadə etdiyi, Aisin şirkətinin Toyota'nı təmin etdiyi dözümlü sürətlər qutusudur. Yəni burada problem demək olar ki, yaranmır. Vaxtında sürətlər qutusu yağını dəyişsəniz, bir problemlə qarşılaşmayacaqsınız. Askı sistemi ön Macpherson'dur, müstəqil, arxa çox qollu müstəqil yaylardır və indi test edəcəm, görüm bu askı sistemi sürüşdə, döngələrdə özünü necə göstərir. Qaldı hibrid sisteminə. Hibrid sistemi də bildiyiniz Toyota'nın öz hibrid sistemidir. Tanıdığınız standart hibrid sistemidir. Bir də bu avtomobillərdə YGR tutulması baş verir. Bu zaman mütləqdir ki, YGR-i sökdürüb təmizləyəsiniz və ya müxtəlif YGR təmizləyici qatqıları önləmək üçün istifadə edə bilərsiniz ki, YGR tutulması baş verməsin. Mühərrik Atkinson mühərrikdir və Atkinson mühərrikləri də bilirsiniz ki, tələbi rahatlıqla 92 yanacaq istifadə edir və yəni tələbi budur. Ona görə də 92 yanacaqlar rahatlıqla istifadə edə bilərsiniz. Sadəcə olaraq yoxuşlarda və isti havalarda mən sizə 95 yanacağı tövsiyə edirəm ki, detonasiya olmasın və mühərrikdən səslər gəlməsin. Toyota haqqında bu qədər problemləri və məsələləri haqqında danışdım. İndi isə keçirəm Dongfeng Huge modelinə. Mühərrik bildiyiniz kimi Dongfeng Honda ilə birgə çalışdığına görə Mac Power mühərrik sistemidir və bu mühərriki Honda təcrübəsi ilə hazırlayıblar və çox dözümlü mühərrikdir və bu mühərrik bir çox Dongfeng modellərinin üzərində də var. 1.5 turbo mühərrikdir və bu mühərrik çox dözümlü mühərrikdir. Mən forumlarda bunu araşdırdım. Bu avtomobili həyatda hal-hazırda 200 minə qədər sürən bir sürücü ilə də əlaqə saxladım Rusiya ilə və onlar bildirdilər ki, mühərrikdə ümumiyyətlə problem yoxdur. Nə yağ yandırma var, nə detonasiyalar hiss olunur və bu mühərrikin də tələbi 92-dir. Əslində marketinq jurnallarında, təqdimat jurnallarında Atkinson qeyd ediblər. Amma mən nə qədər sistemi araşdırdımsa, bu mühərrik əslində Müller mühərrik tipinə aiddir, amma 92 tələbi ilə tam olaraq işləyir. Mən isə sizə çalışın, əgər ümumiyyətlə bu avtomobillə yaxşı sürətlənmə edəcəksinizsə, çox sürəcəksinizsə, avtomobilə yaxşı qulluq etmək istəyəcəksinizsə, 95 yanacağı ilə istifadə edin. Bu mənim sizə şəxsi tövsiyəmdir, amma marka və qlobal hər bir kitabda material olaraq 92-ni tövsiyə edir. Turbo ümumiyyətlə 200 min kilometrə qədər heç bir problem yaratmır. Niyə qədər deyirəm? Çünki birbaşa sürücü ilə əlaqədə olmuşam və o 200 min kilometrdən bir 10-15 min kilometr artıq sürüb və turbo, mühərrik və sürətlər qutusu hələ də təmirə getməyib, heç bir problem yaranmayıb bu yürüş ərzində. Və mühərrik ciddi mühərrik olduğu üçün burada yüksək təzyiqli farsunkalar var. Tövsiyə edərdim ki, bu farsunkaları müəyyən çıkıldan müəyyən qatqılar var və ya yuyulması üçün müəyyən dərmanlar var, amma çox yaxşı markalar. Bunu araşdırın və servislə, məsləhətlə edin. Yəni, mənim avtomobilim olsaydı, mən sürsəydim, ən azı 50 mindən bir tanıdığım, bildiyim o qatqılardan istifadə edərdim. Çünki yüksək təzyiqli farsunkalar ciddi, burada 350 bardan gedir, yəni turboda. Yəni, buna ehtiyac var.
mən düşünürəm, amma mütləq servislə də məsləhət edin, çünki bu mənim şəxsi fikrimdir. Sürətlər qutusu DCT-dir, 7 pilləri DCT-dir, amma sürüşdə SCVT effektini verir. Burada da bildirdiyim kimi belə bir problemli məsələ yoxdur. Askı sistemi ön McPherson müstəqil, arxa isə çox qollu müstəqil askı sistemidir. İndi isə testdə mən biləcəm ki, bu askı sistemləri ümumiyyətlə özünü necə göstərirlər dairədə və yüksək sürətdə falan. Bu mühərrikdə də zamanlama zəncirlə idarə edilir. Ona görə də burada da yanacağa və yağa mütləq həssas olmalısınız. Çünki keyfiyyətsiz yağlarla eyni qaydada Toyota'da dediyim kimi zəncirlə bağlı problem yaşaya bilərsiniz. Ona görə də mütləq servisin tövsiyə etdiyi keyfiyyətli yağlardan istifadə edin. Test edəcəyik. Yerindən sürətlənmə, qəfil əyləcləmə və dairə. Baxaq özünü avtomobil necə göstərəcək. İlk öncə istəyirəm bu dəfə dairəni test edək və baxaq avtomobil özünü dairədə necə göstərir. Bizim sürətimiz 40-dır. Söhbət SUV-dən gedir və avtomobil oynamır. Amma kuzov əyilib təbii olaraq. Amma avtomobil oynamır. Yo, əladır. Və dairədə qaz verirəm avtomobilə. İdealdır. Necə ki, Toyota Corolla'nı yadınızdadırsa, mən nə qədər dairədə test etdim. Yeri gəlmişkən Start Stop YouTube kanalına daxil olub ona da baxa bilərsiniz. O da Çin istehsalı idi. Eynən bu da bu şəkildə askı sistemləri idealdır da bu avtomobillərdə. 3, 2, 1. Yüzü keçmişdi hətta. Yaxşıdır. 2 mühərrik və hibrid, sadə 2 atmosfer mühərrikdir. Yaxşıdır. Mən 50 sürətdə qəfil tormozlama vermək istəyirəm. Başlayaq. İdeal. Bu yerində kameranın dəsməyindən tutursunuz. Yəni yaxşıdır. Dairəyə girmək yaxşı. Avtomobil üçün əla idi. Yəni hücumla müqayisə etsəm də, etməsəm də dairəyə girmək ideal idi. Yerindən sürətlənməni indi Dongfengi sürəndə müqayisəsini deyəcəm. Tormozlama da yaxşı idi. Onu da Dongfenglə müqayisədə onu sürəndə deyəcəm. Bu mu, yoxsa o mu? Başlayırıq sürüş testinə. Dairə, qəfil tormozlama və yerindən qəfil sıçrayış. Test edəcəyik. Çox geniş bir salondayam. Çox rahat hiss edirəm özümü. Deməli, mən ilk öncə dairəni test etmək istədim. Sürətimiz bizim 40 olacaq və mən dairəni test etmək istəyirəm. Düzdür, Frontlanderdəki kimi kuzov istər-istəməz təbii, bu təbii olan bir məsələdir. SUV olduğuna görə kuzovun bir əyilməsi var. Amma sürüşmə qətiyyən yoxdur avtomobildə. Sürət hətta 48 və idealdır. Yerindən sürətlənməni test edirik. 245 at gücünü hiss etmək istəyirəm avtomobildə. Sport və başladıq. Yox, bu ədalətli olmadı. Toyota'da mən sportda yoxlamamışdım. Normala qaytaraq. Yəni, unutmuşam. Məncə onda da normal rejimdə idi. Və elə normalda da yoxlayaq ki, mən fərqi sizə çatdıra bilim. 3, 2, 1.
Düz. Çox böyük bir fərq hiss etmədim. Fərq var amma yəni elə bir böyük bir fərq yoxdur. Ki deyim sizə ki, hə bu yəni daha qıvraq idi, daha yox. Elə bir böyük fərq hiss etmədim. 2 atmosfer mühərrik, hibrid mühərrik Toyota'da idi. Və bunda isə 1.5 turbo şarjlı mild hibrid mühərrikdir, 245 at gücü. Fərq var qıvraqlıqda, amma yəni deyim sizə ki, çox böyük fərqli yox. İndi isə qəfil tormozlama edəcəyik. Baxaq, əyləc sistemi bu avtomobildə özünü necə göstərir. Ülvi bərk dur. Bir dəqiqə, 50 və daha cəld. Yox, bu daha cəld. Bəli. Əyləc Dongfengdə daha cəlddir. Bu isə təhlükəsizlik üçün ən vacib detallardan biridir. Bitdi bu avtomobilin testi. Sürətlənmə hər ikisində yaxşı idi. Əyləc daha çox Dongfengdə bəyəndim. Daha təhlükəsiz idi. Dairəyə girmək isə hər ikisində yaxşı idi. Sən artıq bilirsən, çünki verilişi sona qədər izləmisən ki, bu avtomobillərin hansı sənə uyğundur. İndi gəl mən öz fikrimi deyim sənə. Əgər sən standart olaraq A nöqtəsindən B nöqtəsinə avtomobil idarə eləmək istəyirsənsə, sənin üçün fərqi yoxdur hansı avtomobildir, o zaman bax, bu avtomobili seçəcəksən. Müxtəlif rənglər də var. Abu Dhabi nömrə 1 Avtokar salonunda nömrələrini, ünvanlarını da burada qeyd edirik sizin üçün. Yox, əgər sən axında seçilmək istəyirsənsə, komfortda olmaq istəyirsənsə və çox maraqlı yol səyahətinə çıxmaq istəyirsənsə, təbii ki, Dongfeng Huge seçəcəksən. Mən Marat Namazov, start-stop verilişinin stop düyməsini sıxıram.